Herkese salam kızlar, kanalıma hamınız hoş gelmişsiniz. Bu nedir? Sırnıkdır. Bence poğaça çəkilmiş. Pendir, kızardılmış pendir. Çöncüklü. Vüsalə bayrama görə evdədir. Mən də səhərlər boş oluram. İkimizin də ortaq bir saat olduğu üçün bərabər gəlmişik səhər yeməyinə. Əslində kofe içməyə gedəcəkdik. Sonra dedik ki, elə səhər kahvaltı eləməmişik, birlikdə yemək yeyək. Şək gözləmirdim. Vüsülü. Biz burada Vüsalə ilə bir dəfə dolmuşuq, amma bilmirəm onda vlog çəkirdim, var idi. Əvvəldə bu hətta Adel də burada oturmuşdu. Yanımızda. Sən benlə oturmalara doya bilmədik. İndi də gəldik kofe içməyə. Mən Ice Americano vermişəm. Səninki nədir? Bilmirəm. Yeni bir Çek şey. də yoxdur, bilmiyoruz. Səhər yeməyindən sonra Atatürk'də biraz gəzdik. Ondan sonra dedik ki, bir kofe içək. Ona görə də gəldik Gənclik Mola. Evet, belə. Dayan. Dayan. 1, 2, 3. Hə, o indi keçək. Axşam necə yatıb qalmışamsa, saçımı dünən axşam çimdiyimlə gəlmişəm. Platkada eləməmişəm. Saçmalama. Mən prosta şaplara görə tez dururam. Şahlatım. Bilmirəm siz bilirsiniz yoxsa yox. Vüsalə gedib evə pişik alıblar özdə 2 dənə. Çox şəkərdir. Burada da uşaqlar onları nəzərdə tutur. Burada biraz oturduq, söhbət elədik, qəşəng kofemizi içdik falan filan. Ondan sonra isə mən evə getməliyəm çünki Səbu işə gedəcək. O qədər gözəl bir makyaj eləmişəm Instagram üçün. Çoxdan da əslində ağlımda var idi puanteli göz makyajı və çəkdim. Necə olub sizcə? Fikirlərinizi yazarsınız. Mən çox bəyəndim həqiqətən. Nə vaxtdan da ağlımda çəkəcəm. Axırı çəkdim, qurtardım. Hadi. Bugün uşaqlar bayramıdır. Adeli də aparırıq ən sevdiyi yerə Funlandda oyun alanına. Dünən gecə evdə bir dənə ağcıqant vardı. Nə elədiksə o ağcıqantı öldürə bilmədik. O da bizi yox gedib elə Adelişin düz yanağından dişdi. Buna görə də Adelişin yanağı biraz qızarıb. Ümumiyyətlə çox həssas bir uşaqdır. Bir şey dişləyən kimi o saat qızarır və 3-4 gün, hətta bir həftəyə yaxın çəkilib getmir. Funlandın bu dəfə Neftçər filialına gəldik. Bundan əvvəl Tarkov filialında olmuşdu. Onu da sizin üçün çəkmişdim. Amma mən Neftçər filialını oradan daha çox bəyəndim. Çünki genişdir və hər şey daha rahatdır. Elə bilirəm uşaqlar üçün hər şey görünür, yəni uşaqlar rahat. Adel də ilk dəfə sürüşkəndən sürüşür. Təbii ki də bu kadrları həmən aldım. Bir də Adel uşaqlarla qaynayan bir tipdir. Mən həmişə qorxurdum ki, asosial olar, amma elə deyil. Uşaqlarla oynayır, onlara reaksiya verir, onlarla paylaşır. Eyni şəkildə də uşaqlar ondan eləyəndə bundan çəkinmir. Buna görə də çox mutluyam. Bu da bir şir bürcü havasıdır. Hop belə. Hop. AC White'in içərisində belə şey var. Gör necə gözəldir. Bu termos çantadır, hə. Limon sevənlərə. Qablar da çox şirindir. Bir də oradan çıxdıq, gedirik Qoranıya səhər yeməyinə. Alen də biraz yoxsu gəlir, amma bir şeylər yeməlidir. Tam 2 saat orada oynadı. Keçən dəfə Nərminlə gələndə bunun dadına baxa bilməmişdim, amma o qədər dadlıdır ki, həqiqətən bunu bir diri mən yedim də demək olar ki. Ümumiyyətlə səhər yeməyini Boranda yeniləyiblər. Ümumi məbləğdə Neftçilərlə Əhmədli filialında qiymət fərqi var idi. Bu arada qızlar bilmirəm bu nəyə görədir, amma filiala görə qiymətində fərqi var idi. Əhmədli filialında 22.90 idi bu səhər yeməyi. Neftçilər filialında isə 24.90. Və getdik gəldik qızlar. Bu arada deyəcəksən ki, sən versən də ayaqları makyajsız idin. Deməli, mən bilirdim ki, bu arada niyə makyajsız çıxmışdım? Bir danışım. Deməli, makyajsız çıxmışdım çünki bilirdim ki, evə qaydanda Adel yatacaq və mənim sadəcə 1 saatlıq vaxtım var və mən bugün axşama reels paylaşmalıydım. Ona görə də makyajsız getmişdim. Həm də əyləncə yerinə gedir və səhərin 10-unda bəzən düşünürəm ki, Səbuya da deyirəm. Mən deyirəm ki, səhərin 10-unda 9-da evdə çıxmışıq ki, 10-da orada olaq. Deyirəm səhərin 10-unda əyləncə mərkəzinə gedən 2 dəlik. Amma başqa vaxtımız yox idi. Səbuya çünki gün orada bir də işə gedirdi. Biz düşünürdük ki, təkcə biz olacağıq, amma ki, bağçadan uşaqlar falan hamı gəldi. Çox əyləncəli oldu da. Yəni uşaqlar üçün deyirəm bunu. Sonra 2 saatlıq Funlandda oynadı Adel. Ondan sonra da oradan çıxdıq, getdik səhər yeməyi yedik. Çünki səhər tezə mən heç çay içə bilməmişdim. Düzdür, Adeli yedizdirmişdim, Səbu da çay içmişdi. Amma mən heç nə yeyib içməmişdim. Və dedim ki,
gedək səhər yeməyinə. Düz o Neftçilərdəydik və onun yanındakı Boranlıya getdik. Səhər yeməyimiz idi. Oradan bir iki kadr olsa sizə paylaşdım. Çox paylaşa bilmirdim. Bugün həm də Adelin dişi ağrıyırdı. Yenə diş çıxardır. Bu diş bitmir. 2 yaş olur qızımın, amma hələ də yeni diş çıxardırıq. Neysə, ona görə çox narahat idim. Mən də telefonu gec-gec əlimə ala bilirdim. Sonra getdik Rebusa. Rebusdan bir şeyler almışam. İndi bunu göstereceğim size. Orada da bir izləyicimlə qarşılaşdım. Çox şəkər idi. Amma mən nəsə belə Səbu mənə deyir ki, niyə duruxsundun? Deyirəm ki, mən gözləmirəm də. Yəni sizlə qarşılaşacağımı gözləmirəm. Bəzən belə çıxırsınız, çox xoşuma gəlir. Söhbət edin, gəlin, görüşək, eləyək, şəkil çəkdirək. Çox yəni əylənirəm. Təşəkkür edirəm. Hə, bir də yəni ki, şok oldum, amma çox tatlı idi. Onunla görüşdük, elədik. Ondan sonra da bir şey aldım. Gəlin başda 15 dəqiqədə seçmişəm bunlar. Çünki sadəcə 15 dəqiqə vaxtım vardı. Səbuyinin işinə gedəcəkdi. 15 dəqiqəlik bir arada bir alış-veriş edərim. Gəlin birinci başlayaq. İbrahimə aldıqlarımdan göstərəcəm. Bacımın oğlunun adı İbrahimdir. Bilirsiniz ki, belə Legolar dəbdədir. O da maşını çox sevir və 6 yaşı var. Ona görə də düşünürəm ki, beyni gelişdirəcək və maraqlı maşın, sevdiyi maşın təzədən bir Lego götürdüm. Bir dənə də belə buradan qiymətini tutum. Bir dənə də belə burlok götürdüm. Belə çox sevir maşın, motosiklet falan. Bunu da Səbuy seçdi və belə burlokdur. Dedik çantasına açar məktəbə gedəndə və yaxud da ki, özünün açarlar var, ora asar. Bu İboş üçün aldıqlarımız idi. İndi bugün görsəm verəcəm hədiyyəsini. Adel üçün isə bir şey aldım. Hansı ki, çoxdan da Adilin qələmləri qalıb yerdə. Onun üçün belə çox tatlı bir dənə qələm qabı aldım. Çox qəşəngdir. Hətta buradakı çıxır, baxın. Buradakı şəkil yerindən oynayır. Baxın, bunu çıxardıb bura bir də uşağınızın şəklini də qoya bilərsiniz. Çox qəşəng fikirləşiblər bu arada. Bəyəndim. Bunu da bura qoyum. Bunun qiyməti 1 manat 40 qəpik idi. Sonra qızıma karandaş aldım. Bunun da qiyməti 1.90. Mən çox sevirəm karandaşları. Evdə karandaşlar var, amma hər dəfə də gördükcə də alıram. Evdəkilər mənim karandaşım idi. Mən də istədim ki, Adişin də olsun. Belə rəngli karandaşlar almışam. Adiş üçün bunu da qoyuram içinə. Duranda bir sürü rəngləmələr var. Biz indi başlayıb divarları yazmağa. Amma olsun. Harada olsa indi duracaq onsuz da. Verəcəm oynatsın. Ondan sonra desəniz ki, sən bəsən qızın hələ məktəbə getmir. Amma neyim? Dayanam mən belə şeylər görəndə. O qələm qapısının içinə qoyması üçün bir yəndə belə panda xətkeş almışam. Bunun da qiyməti 50 qəpik idi. Ümumiyyətlə Rebus çox uyğundur. Hətta mən sizə deyəcəm, bunların toplam qiyməti daha çox eləyirdi və hətta bu da endirimə düşdü və çox uyğunu aldım. Bir dənə də belə çox şəkər, sondur, baxıram görmüsədir. Bir dənə belə çox şəkər bir dənə papka aldım. Çünki Adelin belə rəsm albomlarını falan qoysun, oradan da silməsinə qoysun deyə belə bir şey aldım. Adelin hələ 2 yaşı var. Siz düşünün, o məktəbə gedəndə mən nələr eləyəcəm də, yəni düşünün. Mən çox xoşuma gəlir oxumaq, yazmaq, dəftər, kitab falan filan. Çox, onun yerinə çox həyəcanlıyam demək olar. Bu arada danışdıqca gözümü makyajımdan ala bilmirəm. Bu qədər gözəl olacağını düşünmürdüm, amma çox gözəl oldu həqiqətən. Sadəcə 2 məhsul istifadə etmişəm göz makyajımda. Biri bu dəfələrlə göstərmişəm. Hansı ki, Vüsalə Türkiyə gedəndə demişdim ki, mənim üçün alsın belə rəngli göz makyajları üçün. Çox qəşəngdir. Baxın, bu 2 rəng istifadə etmişəm. Narıncıları gözümün üstünə. Bu tünd olanı belə gözümün üstünə qoymuşam. Bu biraz açıq narıncını isə buradan belə dağıtmışam ki, oradan belə homojen bir keçid olsun. Linerimdə isə maskara istifadə etmişəm sadəcə. Baxın, Notun bu maskarasını almışam. Fırçayla bunu belə açsın. Fırçayla liner çəkdim. Çünki bu rəng bir linerim yox idi. Və bunu bu arada Instagrama çəkmişəm. İzləmək istəsəniz mütləq məni Instagramdan takip edin. Instagram adımı bura qoyuram. Gedin məni oradan da izləyin. Qəşəng yorumlar yazın. Maskara olaraq da yenə bu maskaranı istifadə etmişəm. Çox qəşəng rəngi var. Möhtəşəmdir. Baxın bu. Belə mən rəngli maskaraları çox bəyənirəm. Yay ayında belə qəşəng, cıvıl-cıvıl, rəngli makyajlarda məncə çox gözəl olur. Deməli, ümumi məbləğ baxın burada var. Yine mən sizə deyəcəm. Toplam 11 manat 33 qəpik görürsünüz. Amma endirimdə olundu və hətta 20% endirim var idi. Mən ödəmişəm 9 manat. Heç o 0.6 qəpik də almadılar. 9 manat aldı. Yəni izləyicim elə kasada bunu məndən çıxdı. Adel də gördü. Yəni ki, düşünün ki, burada nə qədər endirim olunub? 2 manat 30 qəpik endirim olunub. Elə mənim zaten Adelə aldıqlarım bu 50 qəpik idi.
Bu da 1.90 idi. Bunun qiyməti 2 manat 30 qəpik edir. Yəni mən bunu düşünün ki, havaya almış oldum da, yəni endirim oldu. Digərlərinin pulunu ödəmiş oldum. Çox gözəldir həqiqətən. Hər dəfə unuduram. Rebusa gedirəm, endirim edirlər. Bilirəm ha, Rebusa endirim var. Çünki dəfələrlə Rebusa girirəm. Amma hər dəfə kassada bu qədər yox, bu qədər düzsüz deyəndə belə qalıram ki, nə? Hə, yəni ki, çox qəşəng endirim var. Əgər uşaqlarınız varsa, məktəbə başlayacaqsa, oyuncaq almaq istəyirsinizsə, stəkan almaq istəyirsinizsə, Rebusdan bu arada əməkdaşlıq eləmirəm. Sadəcə məktəb vaxtı da, universitet vaxtı da düz Bakı Dövlətlə üzbəüz Rebus var idi. Mən həmişə ora gedirdim. Ən uyğun, yəni ala biləcəyiniz dəftərxanadır da ora. Və eyni şəkildə də indi də qızım olub, yenə də oradan keçəndə həmişə girirəm və belə şeylər aldım. Ümid edirəm ki, bəyəndiniz. Qızlar, görün necə tatlıdır. Buna baxın. Açdım bunları bura düzdüm. Adildə çox mən heyecanlanıram belə şeylərə. Burada da dəftəri, qələmi və yazır. Papkasının da içine kitabını qoyub hecalı nağıllar. Sanki oxuyanlar kimi. Yanağın da burasından acıqana öpüb. Axşam. Yatıp durup saçda əzilib qızımın. Hə, Adil? Burada yazı yazır. Baxın. Baxın. Ağıllıdır da. Güzel qızdır. Yeni bir gündən sizi salamlayıram. Deməli, hava dağılır, uçur. Yine bir reels videosu çekmiştim Instagram için. Üzümdə sırf lüks, yəni əlimdə olan ən bahalı markalarla makyaj eləmişdim. Neyse, sözüm o deyil. Deməli, mən neyinirəm? Bir izləyicim bir yorum yazmışdı, onu cavablamaq istəyirəm. Allah düşdü. Deməli, hara qoyum sizi? Deməli, mən göstərim sonra birinci. Baxın. Deməli, oturmuşam burada. Bunu açım. İlayda Bilek'in videosunu izləyirəm. Nasıl hər şey yetişirsin, haftanın və günlük planla. Planşetdə bunu izləyirdim. Bir tərəfdən də burada dəftərimi, qələmimi götürmüşəm, yazı yazıram. Bir izləyicim mənə yazmışdı ki, özünüzü inkişaf etdirmək üçün nə edirsiniz? Bu arada təzə bir xəbərim var. Həftədə bir dəfə rəsm kursuna başlayıram. Həqiqətən çoxdan da istəyirdim və mən yağlı boyla işləməyi çox sevirəm və o düşünürəm ki, mənə həqiqətən də yaxşı hiss etdirir. Nəysə başarmış olmaq, sonda baxıb tabloya, "Vau, bunu mən eləmişəm" demək mənim üçün həqiqətən də bir motivasiyondur. Ona görə çox düşündüm, dedim düşünməyə gərək yoxdur. Mən əvvəldən də bir rəsm kursuna gedirdim. Elə müəllimimə yazdım, dedim ki, mən rəsmə başlamaq istəyirəm və mən onun yanına gedəcəm. Hər şeyimi hazırlamışam. Yağlı boya çantam olsun, boyam falan, fırçalarım, hər şey hazırdır. Bir dənə 4-cü günü gözləyirəm. Bugün 2-ci gündür. 4-cü gün olsun. Olan kimi rəsmə başlayıram. Sizi də aparacağam. Deməli, o izləyicim demişdi ki, özünüzü inkişaf etdirmək üçün nə edirsiniz? Özümü inkişaf etdirmək üçün, yəni öz sahəmdə, məsələn, mənim işim Instagramdır və Instagramda başarılı olmaq üçün, bir yerə gəlib çıxmaq üçün hər gün əziyyət çəkirəm, hər gün video çəkirəm. Plus özümü daha yaxşı versiyasını, qabiliyyətimi daha gözəl yerlərə gətirmək üçün indi də rəsm kursuna başlayıram. Bir də özümü çox kasmıram. Yəni özümün ən yaxşı versiyasını eləyəcəm. Mən buna başarılı olacağam, mən bunu edəcəm. Mən bu dəqiqə 2 yaşlı bir uşağa da baxıram. Canım, yavruma da baxıram. Yəni hər şeydə yapamam, hər şeydə başaramam. Eyni anda bir çox iş görə bilmərəm. Amma sistemli olmaq üçün belə dəftərlərim var. Dəftərimi tuturam, günümü planlayıram. İndi İlayda Bilek'dən bir şey öyrənmişəm. Hansı ki deyir ki, işlərinizi iş, şəxsi və ev olaraq ayarlayın. Məsələn, mənim işimdə mənim çəkiləcəyim markalarla işbirliklərim var. Sonra video ideyalarım var, onları çəkməliyəm. Sonra YouTube'a həftədə bir dəfə həftəlik vlog atmaq istəyirəm və bunu daha da gözəl eləmək istəyirəm. Yəni belə yola verdi kimi yox, həqiqətən də həftəlik dolu bir video atmaq istəyirəm. Bu mənim işimlə bağlıdır. Şəxsidə isə saç baxma etmək istəyirəm həftədə. Saçım dəhşət tökülür, baxın. Bu hissələri mən güclə uzatmışdım. Yenə saçım tökülməyə başlayıb. Bu arada saçımı da belə normalda sıx yığan biri deyiləm. Bugün videoya görə yığmışam. Hər gün açıq olur da, yəni belə dartıb qırılacaq bir pozisyon olmur. Amma yenə də tökülür. Mən də fikir verdim ki, biberiyəni yağını çoxdan da istifadə eləmirəm. Hər dəfə deyirəm ki, bu həftə istifadə eləyəcəm. Bu həftə eləyəcəm. Yəni çiməmişdən bir 4 saat əvvəl eləmək lazımdır ki, saçı qidalandırsın, ondan sonra geyib yumum. Biberiyə yağı istifadə edəcəm, biberiyə serumu istifadə eləyəcəm. Saçıma daha yaxşı baxacağam. Həftədə 2 maska, uzun bir müddətdə, həftədə 1, ayda 1, yadıma düşür üzümə maska eləyərəm. Amma bunu həftədə eləmək istəyirəm, çünki məhsullarım qalıb orada istifadə eləmək lazımdır. Burada yazmışam hər gün tarama. Mənim atkılı fırçam var. Əsasda bunu yayda eləməyi çox sevirəm. Çünki çox da qalın geyinmirik və qışda mən üşüyən bir tipəm. Ümumiyyətlə üşüyən bir tipəm.
Taramada at qıl fırçası ilə ürəyə doğru bütün əyaqdan ürəyə, qarnın sağ əqrəb istiqamətində, qolları ürəyə doğru falan belə tarayırsınız da, darayırsınız bədəninizi. Bu çiyələk görüntüsü, tükün dönməsi, nə bilim, quruluq falan bunu aradan qaldırdı, çox sevirəm. Sonra həftədə bir rəsm kursu, bunu da artıq 4-cü gündən inşallah başlayıram. Ev üçün kuxnanı yığışdırmalıyam. Kuxnanın şkafların içini yığışdırmaq lazımdır. Amma hər dəfə gözümə durur, deyirəm ki, o boyda qabı tök. Belə üzdən təmizləyirəm. Amma bir də var ki, dərinləməsinə bütün şkafı boşaltmaq, oraları belə qəşəng silmək. Bunu eləmək lazımdır. Qış, yay ayırmaq. Düzdür, çöldə tufan var həqiqətən. Amma qışla yayı ayırmaq lazımdır. Çünki şkaf çox basırıqdır. Evləri silmək. Bəli. Yəni qızlar belə. Bu arada da bir dənə film izləmişim. Gözlərim şişib, ağlamış. Çox duygusal biriyim. Adela marketə gələndə onun koleskası mənim səbətim olur. Burada da özüm üçün rolton götürmüşdüm. Adel tutub. Bunu bu arada evdə gördüm. Acılı seçmişəm. Heç yeyə bilmədim. Dəhşət idi bu növü. Hava qəşəngdir, istidir. Günəş çıxıb, amma bir tərəfdən də külək əsir. Yəni tərlətmir adamı. Biz də Adellə çıxdıq marketdən. Bir şey alacaqdım onsuz da. Axşam yemək pişirməyə məsələn göbələk istəyirdim. Yağımız bitmişdi. Bunlar üçün gəlmişdim. Bir-iki dənə abur-cubur götürdüm film izləyəndə yemək üçün. Belə. Gəldik çatdıq evə. Mən çox sevirəm. Çünki çox dadlıdır. Ağdalını çox sevirəm və az vurmurlar. Yəni bu üstünün kuruzunun dadını da, yəni az deyil, dolu deyil. Bunu bayılıram. Yol boyda gələ Adellə böyük boyunu almışdım. Uca bitirdik. Aldıqlarımı da belə 6 şey qoymuşam. İndi bunları çıxardacağım yuxarı. Görən nə vaxt bu yastıqlar falan burada öz yerində olacaq. Düzdür, Adelə görə qoymuram mən bunları. Çünki üstündən hoppanır, qorxam ki, yerə düşər, yıxılar. Burada da gəlib. Ayağında bayaqları su elədi. İndi oturub keyfi ilə su içir. Butulkasını da qırıb bu arada, yerə atmaqdan. Dedim Səbuya ki, plastik alsın. Tərgizdirəm, artıq stəkana keçsin. Bu da maşa izləyirik. Sabahınız xeyir olsun qızlar. Neçə həftədə ertələdiyimiz axırki həkim kontrolünə gedirik. Daha doğrusu bu dövlət xəstəxanasının qeydiyyatlıdır deyə Adeli bugün ora aparırıq. Normalda belə özəl həkimi var. Orada həmişə aylıq olaraq analizlərini veririk. Deməli getdik, gəldik. Səbu getdi işə. Günümüzü keçirdik və mən Adeli yatıstırdım. Adeli məni artıq çox yorur. Dəhşət 2 yaş sindromu keçirir ya nədirsə. Buna görə videolar çox çəkə bilmirəm. Çünki dəhşət yoruluram editləməyə. Videonu daha doğrusu çəkirəm, amma editləməyə bir türlü vaxt tapa bilmirəm. Bununla yanaşı Instagramda istifadə edirəm. Hər neysə və qərara gəldim ki, gördüm ki, Instagramda çox da gözəl görünmür dırnaqlarım. Çünki dırnaqlarım uzanmışdı. Mən də hamısını çıxartdım. Sonra ustaya falan yazdım, amma yeri olmadı. Hamısı bir həftə sonra verildi və mən bir həftədə hər gün video atdığım üçün bu 7 video deməkdir. Mən də düşündüm ki, 7 video bu dırnaqlarla ata bilməm. Çünki bəlkə də qəribə gələ bilər qulağa, amma ki, dırnaq olanda qadın əli daha baxımlı və daha gözəl görünür məncə. Ki, kosmetika sektorunda da düşünürəm ki, biraz göz oxşayan olmalıdır. Mən belə yaraşdırıram, yəni sözün düzü belə deyim də sizə. Ona görə gəldim ki, öz dırnağımı özüm eləyim bu dəfə. Amma mütləq bundan sonra çıxanda gedib elətdirəcəm. Çünki fərqli bir şey elətdirmək istəyirəm. İndi mənə asan olsun deyə sadəcə süd rəngi eləyəcəm. İstədim ki, bunu eləyərkən də sizə video çəkim. Deməli, bir tərəfdən qoşmuşam damla altını, kiraz mövsümü, belə dəyişir. Çünki bu dırnaq düzəltmək mənim hardasa 2 saat, 2 saat yarım vaxtım alır. Mən də bu ərəfədə həmişə xəyalını qurduğum kimi planşetimi qoymuşam qabağıma. Orada bir şey izləyirəm və sizin üçün də bu anı artıq daha rahat çəkə bilirəm. Çünki telefonumda da kayd edirəm bunu. Düzdür, arada belə yerim doldu, bir şeyləri boşaldırdım, son silinənləri silirdim, amma olsun. Əsas odur ki, çəkdim. Və mən bunu, yəqin ki, Instagramda məni takip edənlər görəcək ki, dırnağımı düzəltdirmişəm və mən bu kadrları çəkmişəm. Yenə dediyim kimi, video sizə hər gün yadımdasınız. Hər gün çəkirəm. Sadəcə editləmə qismində mənim buna çox da vaxtım qalmır. Ona görə də vaxt tapan kimi videolarımı editləyib sizinlə paylaşıram. Amma narahat olmayın, bu qədər ara verməyəcəm, söz verirəm bir də. Əvvəlcə başlayıram tipsiləri dırnağıma görə uyğunlaşdırmağa. Mənim dırnaqlarımın sədəfləri o qədər balacadır ki, yəni heç bir nömrə mənə getmir. Ən balaca olan nömrəsini belə kənarlarından kəsirəm eləyib öz dırnağıma uyğunlaşdıram. Buna görə mən heç sevmirəm, yəni sədəflərimi. Çünki biraz böyük olsaydı dırnaq taxmaq da rahat olardı və bu qədər də vaxtım getməzdi sözün düzü. Yapışqanım isə budur, bunu Temudan almışdım. Çox əla olmasa da pis də deyil, yəni indi işimi görəcək ən azından. Tipsiləri öz dırnağıma görə ayarladıqdan sonra bütün dırnağımın üstünü
üstünü pilkalayıram. Çünki dırnağın üstündə heç bir pütürlük, heç nə olmamalıdır, tərtəmiz olmalıdır. Ona görə də yaxşı-yaxşı üstlərini pilkalayıram. Ondan sonra kleyi götürürəm, birbaşa tipsini dırnağıma yapışdırıram. Mənim sədəflərim, yəni sədəfimin üzərindəki olan ət hissə, yəni dərim o qədər nazikdir ki, mən manikür eləyə bilmirəm. Ona görə də bacardığım qədər sadəcə kənarlarından çıxan hissələrdəki ətləri, artıq ətləri alıram, belə təmizləyirəm. Amma ki, buna görə əslində mən ustanın yanına getmək istəyirəm. Çünki manikürü çox gözəl eləyirlər. Təbii ki də mənim əl işim pis deyil. Bundan əvvəl də videolarımda göstərmişəm. Siz də çox bəyənmisiniz. Amma mən ən idealını bildiyim üçün bilirəm ki, çox da ideal eləmirəm. Amma idarə edə biləcək bir tərz edirəm. Yəni videoda gözəl görünür. Ondan sonra başlayıram manikür etdikdən sonra dırnağıma tipsləri yapışdırmağa. Birinci altdan primer verirəm. 30 saniyə gözləyirəm ki, dırnağımı bu qorusun. Ondan sonra da kleyi götürürəm və tipsləri bir-bir dırnağıma yapışdırıram. Bir dənə dırnaq eləyərkən nəzərimdən qaçıb ki, mən pilka almamışam. Bu pilkalar da 2 dənə əlimdə pilka var, amma heç qəşəng deyil. Yəni çox məni əziyyətə saldı. Bu arada yadımdan çıxmışdı spirt qoymaq. Bu işin olmazsa olmazı spirtdir. Çünki yapışqanlıq hissi buraxır, gel, baza falan. Onları təmizləyəndə və üstünün ümumiyyətlə pütürlüyünü almaq üçün spirt istifadə edirəm. Bu işdə də 2 dənə əsas şey lazımdır. Biri pilka, biri də ki pambıq disklər, amma sırf dırnaq düzəldənlər üçün olan disklərdən danışıram. Onun ikisi də məndə yox idi, təəssüf ki. Olsa daha da tez bitərdi işim. Çünki pilkalamaq qismində çox vaxtım getdi. Çünki pilkalarım kütləşmişdilər, yaxşı pilkalamırdı. Burada artıq kley ilə başlayıram bir-bir tipsləri yapışdırmağa. Bir əlimin bütün tipslərini belə qoydum. Baxın bu formada. İndi isə kusaçka ilə bunları qısaldacağam. Mən çox qısa dırnaqlar sevmirəm. Bunu hər dəfə dırnaq düzəldəndə bildirirəm. Amma mən sədəfimdə balacadır. Dırnaq da balaca olanda o dırnağı heç qoymasam ondan yaxşıdır. Ona görə də bu məsələn uzundur. Bunu pilkalayacağam təbii ki də. Sonda məncə siz də bəyənəcəksiniz. Amma mənim əlimə yaraşacaq bir uzunluq var. Həmişə də onu edirəm. İndi isə keçirəm bazaya. Baza olaraq bunu istifadə edirəm. Temudan set halında almışdım, amma mən o dərəcədə bəyənmirəm. Bu arada digər dırnağımı da tipslərini qoyub kusaçka ilə eyni formada qısaltdım. Amma təbii ki, gel qoyulandan sonra pilkalayacağam yenə. Bu uzunluqda qalmayacaq. İndi bazanı qoyuram və hər bir əlimi 4-4 edirəm. Mən 4 barmağıma qoyuram, 60 saniyə quruduram. Sonra digər əlimin 4 barmağını qoyub yenə 60 saniyə quruduram. Baş barmaqlarım isə ikisini eyni anda bazalayıram və 60 saniyə qoyuram, qurusun. Bu dəfə asan olsun deyə sırf sadəcə sütrəngi eləyəcəm. Çünki çox yorulmuşam. Saat burada 11-dir. Saat 1-də falan da səbuy gələcək. Ümid edirəm ki, o gələnə qədər bitirərəm. Bu işi əvvəl eləməyi çox sevirdim, amma indi o saatlar mənə dəhşət sıxıcı gəlir. Ya da gərək çox belə enerjim olsun ki, mən dırnağımı düzəldim. Və yaxud da bir alternatifim daha var ki, Adeli bağçaya qoyandan sonra bütün gün mənim olacaq. Bəlkə elə öz dırnağımı eləyərəm və sizin üçün də videolar çəkərəm mütləq. Amma belə məcbur qaldıqca yaxşı ki, deyirəm ki, aparatım və məhsullarım var ki, mən bunları özüm edə bilirəm. Yəni ki, ən lazım olan momentdə heç yoxdan özüm idarə edə biləcək şəkildə dırnağımı düzəldə bilirəm. İndi isə keçirəm gel qoyma. Bu geli heç bəyənmirəm. Mən bunu buradan almışdım 5 manata, amma heç qəşəng deyil. Çünki o qədər sıvı, türklər demişkən sıvı, yəni su formasındadır ki, axır. Yəni düşünün ki, mən aparatda qurudurdum, gördüm ki, axı biraz gellər qatı formada olsa daha yaxşı olur. Yəni qoyduğunuz formanı saxlayır, ən azından aparat onu qurudana qədər. Amma bu mənə çox əziyyət verdi həqiqətən də. Amma edib də bir yola girmişəm deyə eləməliydim. Məsələn, baxın bu çox enli görünür. Görürsüz kənarlarından, çünki axıb. Mən bunu əlavədən pilkalamalıyam. Həqiqətən saniyələrlə yarışırdım da. Çünki formanı verənə qədər sağdan axır, soldan axır. Axırı tək-tək tez-tez qurudurdum. 4 barmağıma qoydum. Baxın bu formada oldu. Biraz enli görünür. Mən pilkalayacağam bunu hələ. Amma yenə də pis getmir. Ən azından biraz hər şey qaydasındadır. Ümid edirəm ki, qopma halda yaşamaram. Bir müddət məni idarə eləyər bu dırnaqlar. Bir də düşünürəm ki, insan tez-tez eləyəndə əl alışır. Mən uzun bir müddət eləmirəm. 1 ay, 2 ay və yaxud da 3 ay. Sonra bir də eləyirəm deyə yavaş eləyirəm. Amma düşünün ki, bunun ustalara falan hər gün iti də müştəri yola verirlər. Ona görə də əlləri itidir. Burada mən başlayıram. O hansı ki, axan hissələri vardı. Onların hamısını yaxşı-yaxşı pilkalayıram. Bayaqdan buradan sırf durmamaq üçün kofe süzmürdüm. Özümə sağ olsun Səbuy gəldi, mənə bir kofe süzdü. Mən də bu arada telefonum zaryadkası bitdi, zaryadkaya qoydum. Siz zaryadka yığana qədər isə mən digər əlimin də gellərini qoydum. Sadəcə gel qoymuşam. Digər dırnağımı nə etmişəmsə, sizə göstərmişəmsə, eynisini bu birisi əlimə eləmişəm. Bir dənə bu dırnağımın kusaçka ilə tutmuşam və o birisindən biraz qısa olub. Amma eybi yoxdur, o qədər gözə çarpmır. Yəni söküb bir də eləyə bilmərəm, çünki çox yorğunam hədsiz dərəcədə. Ona görə də məncə qəşəng görünür. Əlim daha incə görünür.
Amma bununla da bitmədi. İndi isə top qat vururam. Bu seti alanda içində həm parlaq top qat vardı, həm mat top qat vardı. Heç mən mat top qatı istifadə eləmirəm. Bilmirəm, mat rəngdə laklar yaraşdırmıram. Elə bilirəm ki, onların modu keçib. Burada aça bilmirəm, Səbuya verirəm ki, ağzını açsın. Artıq Səbuya gəlmişdi deyə tələsirdim. Top qatı tez vurdum və belə görünür. Sağ tərəfdəki əlimdə gördüm ki, gel biraz nazik olub, tipsi görünür. Ona görə də bunların hamısını içdən təzədən doldururam. İndi son nəticəni sizə göstərəcəm. Və bitdi. Tipsi görünürdü deyə sağ əlimdə alt hissədən gel qoydum. Üstündən də top qat vurdum və belə kamuflə elədim. Bağladım oradakı boşluğu. Məncə qəşəng görünür. Bəs sizcə necə oldu? Mütəfikirlərinizi rəydə yazmağı unutmayın. Videonu bu qədər izləmisiniz və bəyənmisinizsə, bəyənməyi də unutmayın. Kanalıma abunə olmağı da unutmayın ki, yeni videolardan tez-tez xəbərdar olasınız.